Bugün hakkında danışacağımız, keçəcəyimiz mövzu Orta dövr Azərbaycan ədəbiyyatının nəhənglərindən olan Şah İsmayıl Xətai yaradıcılığı olacaqdır. Şah İsmayıl Xətai. Şah İsmayıl Xətai orta dövrdə yaşamış və yaradıcılığının %100-ünü elə mən deyə bilərəm. %98-99-unu mən deyim %98-99, siz deyin %100-ünü ana dilinin inkişafına həsr etmiş ədəbi qəhrəmanlardan biridir. Ədəbiyyatçılarımızın nəhənglərindən biridir. Şah İsmayıl Xətainin yaradıcılığı ümumiyyətlə öz genişliyi ilə seçilir. Şair həm salam. Şair həm lirik növdə yazmış, həm də epik növdə yazmışdır. Əsərlərini ancaq nəzmlə yazmışdır. Nəsrlə əsər yazmamışdır. Şah İsmayıl Xətainin yaradıcılığında iki ən böyük əsəri vardır. Birinci əsəri adlanır, birinci ən böyük əsəri onun deməli Dəhnamə məsnəvisidir. Bir də nəsihətnamə. Bəli, Dəhnamə məsnəvisidir və ikincisi isə Nəsihətnamə məsnəvisidir. Mənbələrin verdiyi məlumatlara görə, xətaişünasların verdiyi məlumatlara görə şairin Nəsihətnamə əsərində yaratdığı bir qocaman şair obrazı var idi. Bir qoca obrazı var idi, ağsaqqal obrazı. Güya qeyd edilənlərə görə həmin o ağsaqqal obrazı Şah İsmayıl Xətainin elə özü idi. Yəni şair özünün obrazını orada canlandırmağa çalışmışdır və buna müvəffəq də olmuşdur. Çox geniş əsərdir. Həmçinin geniş olması ilə bərabər nəsrlə yazılmış, nəzmlə yazılmış əsərdir. Yəni adı nədir o əsərin? İskəndərnamə əsəri kimi şeirlər şəklində yazılıb. Ümumiyyətlə şairin yaradıcılığında demək olar ki, epik növdə yazılan əsərlərin əksər hamısı məhz nəzmlə yazılmışdır. Dəhnamə məsnəvisi haqqında gəlin danışaq, çox uzatmadan. Əsas danışan budur. Qoy onu da deyim. Biz ötən dərsimizdə belə bir fikir dedik ki, Orta dövr Azərbaycan ədəbiyyatında 3 nəhəng dövlət var idi. Onların biri ən birinci xronologiyadan desək, bəli, Qaraqoyunlu, ikinci Ağqoyunlu, üçüncü isə Səfəvi dövləti olmuşdur. Bunların içərisində Qaraqoyunlu haqqında da danışdıq, Ağqoyunlu haqqında da danışdıq, Səfəvi haqqında da danışdıq və dedik ki, Eyler-Venn diaqramının içərisində sizə tarixdən belə bir sual düşsə ki, bunların ortaq xüsusiyyəti nə verə bilərik bu dövlətlərə? Hər üçü ana dilin inkişafında xüsusi töhfələr vermiş dövlətlər olmuşdur. İstər Qaraqoyunlu dövləti, istər Ağqoyunlu dövləti, istərsə də Səfəvi dövlətləri. Hər birində dövlət işləri verilən qanunnamələrə əsasən ana dilində aparılmalı idi. Həmin Səfəvi dövründə də ana dilini əsas aparıcı dil eləyən və əsas mövqeyə gətirən sənətkar məhz Şah İsmayıl Xətai olmuşdur. Dedik ki, Şah İsmayıl Xətainin ən iri həcmli əsəri onun Dəhnamə məsnəvisidir. Yazırıq bura. Ən iri həcmli əsəri Dəhnamə məsnəvisidir. Dəhnamə əsəri ana dilində yazılmış əsərdir. Dedik də, Şah İsmayıl Xətai ana dilinin inkişafında xüsusi töhfələr vermişdir. Ana dilinə, belə deyək də, birbaşa meyl eləmişdir və əsərlərini ana dilində yazmışdır. Onun Dəhnamə əsəri də ana dilində yazılan ən maraqlı əsərlərdən biridir. Baxmayaraq ki, bu əsər ana dilində yazılıb, amma əsərin özünün adı farscadır. Farsca 10 deməkdir, dəhi 10 deməkdir. Bəli, namə isə məktub deməkdir. Elə əsərin tərcüməsi də bizə bunu deyir. 10 məktub. Əsərin tərcüməsi də elə o deməkdir. Buradakı 10 məktub ümumiyyətlə
əsərdəki qəhrəman olan aşiqin hiss və düşüncələrini özündə əks elətdirir. Bu əsərdə deməli olan obrazları, yəni ümumiyyətlə əsərdəki obrazlar üç qismə ayrılır. Birinci obrazlar adlanır real obrazlar, yəni real insan təsiri bağışlayan obrazlar. İkinci adlanır deməli rəmzi obrazlar, rəmzi obrazlar. Üçüncü də adlandı deməli mifik obrazlar. Mifik obraz. Real obraz bu əsərdə aşiqdir, yəni oğlandır. Digər biri Onun dostudur, bir də bağban. bəli, dostu, bir də bağban bu əsərdə real insan təsiri bağışlayan obrazlardır. Rəmzi obrazlar bu əsərdə deməli Səbadır. Rəngini dəyişim bunu. Rəmzi obrazlar Səbadır. Bu silim belə yazım. Belə Rəmzi obraz nədir? İndi deyəcəm. Deməli, real obrazlar hansılar oldu? Real obrazlar oldu. Aşiq, yəni oğlan, Dost, bağban. bəli, dost, bir də bağban. Rəmzi obrazlar, rəmzi Səba, ala, göz yaşı, Səba, kuş bir də. Aysa, Səba, Huş, A, göz yaşı. Bunlar da rəmzi obrazları. Rəmzi obraz o deməkdir ki, bunların hər biri bir simvoldur. Məsələn, Səba səhər yelidir. Səhər yelinin səhər-səhəri o çölə çıxanda əsasən yaz aylarında olur. Belə yerdən duran kimi düşürsən həyətə, birdən sənin qolların belə deyək də nöqtə-nöqtə olur, soyuqdan üşüyürsən, titrəyə-titrəyə. Bax, həmin o bədənivə dəyən o sərin meh ki var, o Səba adlanır. Yəni səhər-səhər əsən səhər mehi. Huş aşiqin düşüncəsinin simvoludur, rəmzidir. Ah aşiqin ahının naləsinin simvoludur. Göz yaşı da həmin ah-nalə əsasında, nəticəsində aşiqin gözlərindən axan rəmzin simvoludur. Simvol bu deməkdir. Bir də var ki, mifik obrazlar. Mifik obrazlar. Pəri. Bəli. Mifik obrazı isə məşuqə idi. Məşuqə. Məşuqə yadda saxlayın ki, ümumiyyətlə aşiqlə məşuqənin gəlin müqayisəsini verək. Əsərdəki aşiq obrazı, məşuqə obrazı. Yazaq buradan. Aşiq obrazı və məşuqə obrazı. Aşiq obrazı və məşuqə. Bu əsərdə öz gözəlliyi ilə öyünən, öz məğrurluğu ilə öyünən, özünün vazgeçilməz olduğunu sanan obraz məşuqə obrazıdır. Birinci fikri bura əlavə etdik. Məşuqə bu əsərdə çox təkəbbürlü, çox lovğa şəkildə təqdim olunmuşdur. O, ancaq öz xarici görkəmini, yəni gözəlliyi ilə öyünür və heç kimin ona layiq olmadığını düşünürdü. Bu məşuqənin özəlliyidir. Məşuqə bu əsərdəki mifik obraz sayılır. Ona görə mifik sayılır ki, çünki bu real insan deyil, o bir pəridir. Deməli, nə oldu məşuqə? Pəridir. Yəni insan deyil o. Üçüncü, məşuqə deməli, aşiq haqqında danışaq. Məşuqə eşqə inanırdı. Amma onun belə deyək də, o hər adamın eşqini qəbul etmirdi. Ancaq aşiq ümumiyyətlə eşqə inanmırdı. Deməli, əsərin əvvəlində aşiq eşqə inanmırdı və sevənləri əbləh adlandırırdı. Əbləh adlandırırdı sevənləri. Əbləh sözünün mənası ağılsız deməkdir. Ərəb mənşəli sözdür. Sevənləri əbləh adlandırırdı, yəni ağılsız adlandırırdı. Eşqə düşənləri isə
yəni boş işlə məşğul olan şəxslər kimi qələmə verirdi aşiq. Günlərin bir günü aşiq işdən qaydanda və yaxud da öz mövqeyindən qaydanda bir bağa gəlir və həmin bağda uca bir sərv ağacı olur. Qoy bunu bağlayım, silim. Aha, uca bir sərv ağacı olur. Yəni sərv ağacı oldu mu? Yəni ən uca ağacdır. Hava isti olduğuna görəmi, nə bilim yuxusu gəldiyindən görəmi, aşiq gəlir həmin ağacın altına və onu ordaca yuxu tutur. Və orada yuxu tutandan sonra onun gözünə, yuxusuna bir gözəl girir. Hansı ki, o ana qədər, yəni sərv ağacının altında yatana qədər aşiq heç bir sevgi anlayışına inanmırdı. Eşqi, aşiqliyi ancaq bekar adamların işi zənn eləyirdi və deyirdi ki, onlar ancaq əbləh adamların, yəni ağılsız adamların işidir eşqlə məşğul olmaq, aşiqlik etmək. Və nəhayət sərv ağacının altında yatır və həmin ağacın altında yatandan sonra nə olur? O aşiq olur. Yuxusunda belə deyək də, həmin pərini görür, bayaqkı məşuqəni görür. Harda görür? Yuxusunda görür. Yuxusunda kimi görür? Məşuqəni görür. Məşuqəni görür yuxusunda. Məşuqəni görəndən sonra çox hövülnak şəkildə, hövülnak sözünün mənası çox qorxaraq, təəccüblü şəkildə yuxudan oyanır və yuxudan oyanan kimi oyan bu yanına baxır. Məşuqəni görən kimi ona aşiq olmuşdu axı. Tez oyanına bu yanına baxır, onu görmək istəyir. Amma görür ki, məşuqə yoxdur. Nəysə çox axtarır, araşdırır və axırda öyrənir ki, məşuqənin yaşadığı yer, məşuqə harda yaşayırmış? Pərilər bağında. Məşuqə pərilər bağında yaşayırmış. Bunu öyrənəndən sonra aşiq pərilər bağına gəlib, onu görmək arzusu ilə belə deyək də, pərilər bağına gəlir. Ancaq bu zaman onun qarşısını bağban kəsir. Bağban da həmin pərilər bağının belə deyək də, qoruyucusu idi və orada bağbanlıq eləyirdi. Bağban yad bir adamın bu bağa girdiyini, ümumiyyətlə bağbanın da vəzifəsi o idi ki, heç bir yad adamı bura girməsinə icazə verməməli idi. Bağban da gördü ki, bura bir yad adam gəlib, aşiq gəlmişdir və məşuqəyə boylanıb baxır. Gəlir ondan soruşur ki, sən kimsən, nəçisən, nə işin var burada? O da qayıdıb nəyə görə gəlib onun səbəbini deyir ki, mən bura gəlmişəm, elçilik üçün gəlmişəm, mən məşuqəni sevirəm falan filan. Bağban aşiq ona bu reaksiyanı verəndə bağban onu ilk belə deyək də reaksiyası ona sərt olmuşdu. Yəni və bu zaman aşiqi pərt eləyib, döyüb yola salmışdı ki, çıxsın yerə. Yəni burada əslində bağban mənfi obraz deyil. Testdə düşür ki, bağban mənfi obrazdır. Bu fikir yanlışdır. Bağban sadəcə burada öz vəzifəsini icra eləyirdi. Aydın olur. Çünki həmin pərilər bağının asayişinə xidmət eləməlidir. Orada yad bir adamları, kənar adamları ora gəlməsinə icazə verməməlidir aşiq. Daha doğrusu bağban. Aşiqi gördü. Aşiqdən o eşq kəlamını eşidəndən sonra onun sınamaq üçün ki, görün bu həqiqətən məşuqəni sevir yoxsa sevmir, onu döydü və oradan qovdu. Qovandan sonra öz-özünə dedi ki, aşiq həqiqətən də onu sevirsə, pərini sevirsə, məşuqəyə həqiqətən də hissləri doğrudursa, o yenidən qayıdacaq. Yəni məndən qorxmayıb yenidən qayıdacaq. Yox, əgər onun məşuqəyə olan, yəni pəriyə olan eşqi həqiqidirsə, o yenə də gələcək. Həqiqi deyilsə, o gəlməyəcək. Elə buradan da yola çıxıb gedəcək. Nəysə, o artıq aşiq bağban tərəfindən döyüldükdən sonra çıxır gedir, xar olmuş şəkildə, yəni pərt olmuş şəkildə çıxıb gedir. Gedəndən sonra öz məktəb dostunun, öz dostunun belə deyək də, fikir verməyi nəticəsində o belə bir qərar alır ki, öz sevdiyi yarına, yəni məşuqəsinə, pəriyə öz düşüncələrini məktublar şəklində aparsın. Deməli, aşiq nəyi qərara alır? Öz hiss və düşüncələrini məktublar şəklində göndərməyə qərar alır. Həmin məktublarda bayaq dediyimiz rəmzi obrazlar göndərir.
İndi yazacağam bura. Deməli, həmin məktublarda kim göndərir? Rəmzi obrazlar göndərir onlar. Rəmzi obrazlar hansılar idi? Səba idi, quş idi, ah idi və göz yaşı idi. Bunlar rəmzi obrazlardır. Yadda saxlayın ki, aşiq bu məktubları müəyyən ardıcıllıqla göndərir. Səba birinci, ikinci, üçüncü və 10-cu məktubları aparır. Huş 5 və yox, bircə dəqiqə. 4 və 5-ci məktubları aparır. Huş 4 və 5-ci məktublar. Ah 6-cı məktubu aparır. Baxın, 6 da A ilə başlayır. Ah da A ilə başlayır. Belə yadda saxlaya bilərsiniz. Göz yaşı da 7-ci, 8-ci və 9-cu məktubları aparır. Yadınızdan çıxartmayın. Məhz bu məktubların ardıcıllığına görə də əsər dəhnamə adlanmışdır. Yəni dəh sözünün mənası 10 deməkdir. 10 məktub. Bu əsərdə birinci məktubu Səba aparıb, ikinci məktubu Səba aparıb, üçüncü məktubu yenə də Səba aparmışdır. Amma nəyə görə deyə bilərsiniz ki, müəllim, 3-dən sonra artıq 10-cu məktubu Səba aparıb. Buna səbəb nə olub? İndi onun haqqında danışaq. Səba aşiq ilk olaraq özünə qasid kimi, qasid sözünün mənası məktub aparıb gətirən şəxslərdir. Şəxs deməkdir. Məktub aparıb gətirən. Məktub aparıb gətirən. Bu rəmzi obrazların hər biri qasid vəzifəsini icra eləyir. Deməli, aşiq ilk dəfə Səbadan xahiş edir. Yəni, səhər yelindən xahiş edir ki, məktub aparsın. Səba ilk məktubu gətirir, yəni birinci məktubu gətirir. Birinci məktubu gətirir Pərilər bağına və gəlir orada bir daşın üstündə oturur. Daşın üstündə oturur və başlayır ağlamağa, zarıldamağa. Bunu görən bağban, Səbanın ağladığını görən bağban ona yaxınlaşır ki, görüm nə üçün ağlayır. Səbanın yanına yaxınlaşan bağban ondan kim olduğunu, burada nə gəzdiyini və nə üçün ağladığını soruşur. Səba ona başından keçən əhvalatın hamısını bu suallara cavab verərək deyir. Deyir ki, məni aşiq göndərib bura, məktubu məşuqəyə aparmalıyam. Amma qorxuram. Məşuqənin məğrurluğundan, onun gözəlliyindən. Nəysə, bir cür bitər eləyir, bağban gəlir pərinin yanına. Deməli, bağban gəlir pərinin yanına. Pərinin yanına gəldikdən sonra bağban ona bir qasidin gəldiyini və ona bir məktub gətirdiyini xəbər verir. Bir aşiqdən məktub gətirdiyini, onu sevən şəxsə məktub gətirdiyini qeyd edir. Bunu eşidən pəri o qədər lovğa idi ki, bunu eşidən pəri artıq avtomatik olaraq çox hiddətlənir. Deyir ki, o kimdir ki, mənə belə deyək, məktub gətirir. Mənə məktub gətirən hələ belə deyil, loru dillə deyir. Hələ anasının qarnından çıxmayıb, nə hədlə o bu hərəkət edir falan. Bu tipdə ifadələr işlətməyə başladı. Deyir, mənim kimi gözəl bir qıza kim özündə cəsarət tapıb ki, mənə məktub göndərib. Bunu deyir və deyir, çağırın o şəxsi mənim qabağıma. Bu zaman Səbanı çağırır bağban. Səba gəlir. Səba məktubu qorxa-qorxa gəlir bunun qarşısında baş əyir və ona məktubu uzadır. Pəri o məktubu, aşiqin birinci məktubunu oxumadan cırır. Deyir ki, sənə yenə də bağbana dediyi ifadələri Səbaya deyir. Deyir, sən kimsən, nə hədlə mənim hüzuruma gəlibsən? Alır məktubu cırıq-cırıq eləyib, özündə yola salır. Bu zaman Səba miskin şəkildə, xar olmuş şəkildə gəlir aşiqin yanına. Aşiqin yanına gələndən sonra aşiq soruşur ki, ondan ki, nə oldu? Nə məsələdir? O da deyir ki, nə üçün belə olsun? O da deyir ki, yəni belə-belədir. Başından keçən əhvalatı soruşur. Sonra aşiq ikinci məktubu göndərir ondan. İkinci məktubunda aqibəti eyni olur. Məşuqə tərəfindən cırılır. Sonra üçüncü məktubu göndərir aşiq. Üçüncü məktubu göndərəndə məşuqə artıq bezir. Deyir ki, sən nə üssüz şeymişsən, səni qovuram, gəlirsən. Ona görə də
məşuqənin saçı o qədər uzun idi ki, çox uzun idi və çox parlaq idi da və məşuqə həmin Səbanı, üçüncü məktubunu gətirən Səbanın üçüncü məktubunu da cırır, tullayır hamara və özünü də, Səbanın özünü də saçlarında həbs eləyir. Yəni saçlarına bağlayır Səbanı. Artıq bir müddət keçir, aşiq görür ki, Səba gəlmədi və elə düşünür ki, güya Səba onu yarı yolda qoydu. Artıq bezdi bu işdən, bu əməldən. Onu yarı yolda qoyduğunu düşünür aşiq. Amma yazığın haqqına girir. Çünki Səba məşuqənin saçlarında həbs həyatı yaşayırdı. Bunu daha sonra aşiq yenə də bu yoldan üz döndərmir və öz huşuna, yəni düşüncəsinə xahiş eləyir ki, mənim belə deyim, mənim bu məktubumu apar məşuqəyə çatdır. Nəysə, xülasə, huş da apar, aşiqin düşüncəsi, huşu da onu aparır aşiqə, məşuqəyə. Məşuqə 4-cü məktubda cırır, 5-cini aparır, 5-cini də cırır, amma huşu həbs eləmir. Sonra huş bu yoldan çıxır, aşiq artıq öz ahından, naləsindən kömək alır. Deyir ki, sən apar məktubu. 6-cı məktubu aparır, yenə də eyni aqibətlə üzləşir, cırır məktubu. Sonra aşiq öz göz yaşından, yəni o göz yaşı da ümumiyyətlə göz yaşı bu əsərdə 2 adla təqdim olunur. Bir göz yaşı adı ilə, bir də əşq adı ilə. Əşq adına. Göz yaşının ikinci adı əşq idi. Əşq sözü eşq sözündən götürülmüşdür. Aşiq göz yaşına müraciət eləyir. O göz yaşı ki, məşuqənin, belə deyək də, məşuqənin yolunda axıdılmış göz yaşları. Həmin göz yaşlarına deyir ki, bu məktubları sən apar. Göz yaşı 7-ci məktubu aparır, məşuqənin ürəyi yumşalmır yenə də. 7-ci məktubu cırır. Baxın, hal-hazırda bütün məktubları məşuqə cırıb. Göz yaşının 8-ci məktubu, 2-ci məktubu, yəni 8-ci məktubu gətirəndə artıq məşuqənin ürəyi biraz yumşalır. Bax, bunun başqa rəng deyil. Məşuqənin ürəyi biraz yumşalır. Amma burada da özünü sındırmır, yenə də cırır. Deyir, görüm yenə də gələcək ya yox, sınamaq üçün. Və nəhayət, məşuqənin da aşiqin 9-cu məktubu, yəni göz yaşının 3-cü məktubunu gətirəndə artıq məşuqənin ürəyi yumşalır və həmin məktubu oxuyur. Yəni məşuqənin açdığı, oxuduğu məktub 9-cu məktub olur. Və məlumat əldə etdikdən sonra, baxın bura, 3-cü məktubda saçlarına həbs elədiyi Səbanı 9-cu məktubdan sonra azad eləyir. Və ona deyir ki, Səbaya deyir ki, həbsdən çıxardır və ona deyir ki, get aşiqə denən ki, görüş təyin etsin. Aşiqə denən ki, görüş təyin etsin. O görüşdə harda görüşmək lazım olduğu yeri desin, vaxtı və saatı desin. Mən gələcəm onun görüşünə. Və bu görüş yerinin, vaxtın və saatın olduğu məktubu gətir mənə. Bu məşuqənin, yəni pərinin saçlarında həbs etdiyi Səbaya dediyi ifadə idi. Və bu məlumatı, bu şad xəbəri aşiqə gətirib verir. Daha sonra isə aşiq bundan xoşhal olur. Əvvəlcə Səbadan soruşur ki, sən harda idin? Səba ona başından keçən əhvalatları danışır. Sonra da bu məlumatları yazdırır ona bir məktuba və Səba 10-cu məktubdan gəlir məşuqənin yanına. 10-cu məktubda da, deməli, bu məktubların içərisindən 2 dənəsi oxunur. 9-cu məktub və 10-cu məktub. Digər məktublar açılmır. Və nəhayət, onlar görüşürlər. Deməli, məşuqə və aşiq və məşuqə görüşürlər. Ancaq bunlar görüşəndə, belə deyək də, bir-birlərinə başa salırlar. Məşuqə aşiqə deyir ki, sən insansan, aşiq insan idi. Deyir, sən insansan, mən isə pəriyəm. Deyir, bizim bir yerdə olmağımız mümkün deyil. Yəni, bu mümkünsüz bir şeydir.
Ona görə də gəl biz dost olaraq ayrılaq. Və orada çoxlu qəzəllər deyirlər bir-birinə müraciətlə. Nəticədə bunlar dost olaraq ayrılırlar. Bu əsər nikbin sonluqla bitən əsərdir. Yəni tezdə düşür ki, ya bədbin sonluqla bitir, sonda bunlar qovuşmur. Xeyr, qovuşurlar. Amma qovuşduqdan sonra artıq aşiq də reallığın fərqinə varır ki, pəri ilə ailə həyatı qurmaq mümkün deyil. Aydın oldu, yadınızdan çıxartmayın. Və beləliklə bu əsər yekunlaşır. Ümumiyyətlə, bu əsərin bir fərqi var ki, öz dövründə yazıldığı əsərlərdən bir fərqi var ki, bu əsər Bahariyə adlanan hissə ilə başlayır. Bahariyə adlanan hissə ilə başlayır. Bahariyə deyə bilərsiniz ki, müəllim, nədir? Bahariyə belə deyək də, əsər kimi bir şeydir. Amma kitabda görəcəksiniz, amma bu Bahariyyədə danışılan hadisələr ki var, edilən söhbətlər ki var, bu baxmayaraq ki, Dəhnamə əsərinə əlavə olaraq yazılıb, amma Bahariyyədəki danışılan söhbətlərin Dəhnamədəki hadisələrlə əlaqəsi yoxdur. Tezdə düşdü ki, Bahariyyə Dəhnamədəki hadisələrin əlavəsi olaraq yazılmışdır. Bu fikir yanlışdır. Bahariyyəni yazmaqda şairin məqsədi odur ki, bu əsəri, yəni Dəhnamə əsərini nə vaxt yazdığını gələcəkdəki oxucularına bildirsin deyə. Məsələn, deyir ki, qış getdi, yenə bahar gəldi, gül bitdi və laləzar gəldi. Quşlar qamüsü fəğanə düşdü, eşq odu yenə bu canə düşdü. Gör nədir? Deyir, qış getdi, yenə bahar gəldi. Yəni, qeyd etmək istəyir ki, mən bu əsəri yaz fəslində, ilk baharda, yəni yaz fəslində yazmışam. Sonra orada Əbri Neysan adı çəkilir. Əbri Neysan adı çəkilir. Əbri Neysan sözünün mənası aprel yağışı deməkdir. Yəni demək istəyir ki, mən bu əsəri yazanda aprel yağışları göy üzündən tökülürdü, süzülürdü. Deməli, aprel ayında, yəni yaz ayında yazmışam bu əsəri. Aydın oldu. Deməli, sual verilsə ki, Bahariyyə əsərini şair nəyə görə yazıb? Deyəcəksiniz ki, müəllim, bu əsəri şair ona görə yazıb ki, əsərin, yəni Dəhnamə əsərinin nə vaxt yazıldığını bildirmək üçün yazılıb. Aydın oldu. Yadınızdan çıxartmayın. Ümumilikdə Dəhnamə əsəri şair 19 yaşında olarkən yazmışdır, bitirmişdir. 19 yaşı olub bitirəndə təsəvvür edin ki, bu boyda əsər bitmişdir. Əsər 1506-cı ildə yazıb tamamlanmışdır. Bu əsəri mənbələrin verdiyi məlumata görə şənbə günü, yəni 6-cı günü şair, sənətkar bitirmişdir bu əsərin yazılımını. Belə. Aydın oldu sizə. Həmçinin Bahariyyə əsərində bir neçə quşların, güllərin adı çəkilmişdir. Aydın oldu yoldaşlar, mövzu hər birinizə. Bəli, aydındır.